İşkence veriblər, ondan sonra öldürürlər. Qarnını yarıblar, göz çaldı, tərəfə göz çaldı. Tarixdə heç bir fakt tamamilə unudulmaz. Hər nə qədər silinməyə çalışılsa da keçmişin izləri qalır. Çünki torpaq sadəcə bir ərazi deyil, bir xalqın yaddaşıdır. Bir xalqın kimliyidir. Qazaxın 1990 və 92-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu bizim növbəti zəfərimizdir. Geri döndük. İzimizi silmək istəyənlərin cızdığı cığırdan keçərək həm də. İndi biz gedişin yox, dönüşün hekayəsini yazırıq. ...1990-cı ilin mart ayı idi. Sovet imperiyası dağılmaq üzrə idi, amma imperiyanın silahları hələ yerində idi. Və həmin silahlar özünü dırnaqarası qonşu adlandıranların əlinə keçmişdi. Bəzən bir gecə bir kəndin yaddaşını əbədi dəyişir. O gün yaşananları işğal adlandırmaq olmaz. Çünki bəzi kəndlər sadəcə işğal olunmadı, onlar yox edildi. Əvvəl insanlar, sonra evlər, daha sonra xatirələr. Və həmin siyahıda ilk sırada Bağani Sayrım gəlirdi. Akşam saat 12'den bu kentte atışmadı. Akşam gece saat 12'den atışmadı. Bağani Sayrım Qazax rayonunun şimal-qərbində Ermənistanla sərhəddə yerləşir. 18-ci əsrdə Seyid ayrım adı ilə formalaşıb. Uzun illər ərzində ərazi mübahisələrinin, siyasi kompromislərin və hərbi siyasi oyunların ortasında qalıb. Sovet dövründə 1984-1985-ci illərdə Qazax rayonunun 2105 hektar torpaq sahəsi, o cümlədən Bağanis ayrımın 42 hektarı Ermənistan SSR-yə sənədsiz və bir tərəfli şəkildə verildi. Nəticədə kənd faktiki olaraq Ermənistan kəndləri ilə mühasirəyə alındı. Ən yaxında yerləşən Ermənistan kəndi isə elə Bağanis kəndi adlandırıldı. 2024-cü ildə Azərbaycana təhvil verildi. Qarabağ münaqişəsinin alovlanmağa başladığı dövrdə ermənilərin Azərbaycan ərazisində törətdiyi ilk geniş miqyaslı faciə Bağanis ayrım kəndində baş verdi. 1990-cı il martın 23-dən 24-ünə keçən gecə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanis ayrım kəndinə əvvəlcədən planlaşdırılmış hücum həyata keçirildi. Səhər saatlarında kənd erməni silahlı birləşmələri tərəfindən işğal olundu. Bu, Ermənistanın işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə yazıldı. Hücum zamanı kəndin silahsız, mülki əhalisinə qarşı qətliam törədildi. Yeddi nəfər mülki şəxs qətlə yetirildi. 6 nəfər diri-diri yandırıldı, onlardan 5-i eyni ailənin üzvü idi. 17 ev dağıdıldı, 11 ev qarət olundu. Kənd tamamilə yandırıldı, əhali bir gecədə didərgin salındı. Hücum nəticəsində əsli evdadaş, həyat yoldaşı Pakizə qızları Havva xanım, Aliyə və nəvəsi Hafiz daxil olmaqla 5 nəfərlik bir ailə qətlə yetirildi. Alməmməd Məhərrəmov da hücum zamanı həlak olmuşdu. 6 nəfər kənd sakini diri-diri yandırıldı. Kəndi qoruyan milis işçisi Məcid Əhmədov öldürüldü, daha bir milis işçisi və bir nəfər kənd sakini yaralandı. Yandırılan sakinlərdən ən yaşlısı
75 yaşlı qoca, ən kiçiyi isə 39 günlük körpə idi. Bu sadəcə rəqəmlər, adlar və statistika deyil, bu bir ailənin məhvi, geridə qalanların isə yarımçıq həyatlarıdır. Həmin gecə ermənilər bu kəndi işğal etdilər. Əslində işğal daha əvvəl başlamışdı. Mütəmadi olaraq kənddəki əhali atəşə tutulurdu. Amma martın 23-dən 24-nə keçən gecə tam işğala məruz qaldı. İndi təəssüflər olsun ki, dağıdılmış, bax bu yolda durub danışa bilirəm. Amma o vaxt Bağanis ayrımı belə deyildi. İndi səhralıq kimi görünsə də həm sağımda, həm də sol tərəfimdə xeyli sayda evlər var idi. O evləri yandırdılar. Bir ailənin 5 üzvünü vəhşicəsinə qətlə yetirdilər. 39 günlük körpəni yerə çırpdılar, onu öldürdülər. Bu Ramiz Adgözəlovdur. Həmin gün ailəsinin bütün üzvlərini itirən 35 il sonra kəndinə ayaq basan Ramiz dayı. Onunla birlikdə həyat yoldaşını, qaynatasını, qaynanasını, baldızı və 39 günlük körpəsini dəfn edib getdiyi məzarlığa gəldik. Məzarlıq demək mümkündürsə təbii ki. Məzar daşlarını da çıxarıb aparıblar vandallar. Durduğumuz yoldan da kənara çıxa bilmirdik. Ətrafımız mənfur qonşularımızın bastırdığı minalarla doluydu. Yanaraq ölən ailənin bütün üzvlərini həmin gün kənd cəmaatı yola yaxın bir ərazidə dəfn edib çıxmışdılar kənddən. Kəndə hücum elədilər, başladılar beyzinlə evləri, qadınlar yandırmağa. Qabaqcan ermənilər girirdi, kəndi nə vardı, nə lazım idi götürürdülər. Sonra başladılar ki, barxananı götürürdülər. Qoydular qaz şeylərin üstünə, sobaların üstünə, evləri başlaydı yandırmağa. Və bu 39 günün körpəsini, onun nə günah onu yerə vururdular. Onun başını əxləyirlər, başını əzəyirlər. Ya qadınlar, nə idi onların günahı? Ramiz dayı hərəkət edə bilmədiyimiz ərazidə yaxınlarının qəbrini axtarırdı. Mən isə bilmirəm nə axtarırdım. Sadəcə çarəsiz, heç olmasa nəsə etməyə çalışırdım yəqin. Qarşında dağ boyda insanın, gözünün yaşı axa-axa, 39 günlük körpəsinin heç olmasa qəbrini tapmağa çalışdığını görəndə insan nə edəcəyini bilmir çünki. Sonra kəndin mərkəzinə gəldik. Qarşımızda bir zamanlar evlərin olduğu sahə uzanırdı. Amma evlər yox idi. Divarların yerində sükut, pəncərələrin yerində boşluq, həyatın yerində yoxluq dayanmışdı. Hər şey yox olmuşdu sanki, silinmişdi. Yalnız xatirələr qalmışdı. Çünki xatirələr diridir. Ermənilər hər şeyi məhv edə bilərdi. Bircə bu insanların xatirələrini yox. Bunun içində bir ev var. Bu ağacın içində bir ev var. Bir divarda orada. Familin evi də buradır. Ya familinki oradan keçib gördüm. Ələmdərinkidir mi ora? Ələmdərin evidir. Ələmdərin evidir. Familin evi bu. Familin evi budur. Burada iki dənə ev var. Da familin evi qabağına çay axıydı. Buraya çay həmin çaydır da, gələn çay o. Həm bu o Əşrəfin evidir. O da vilayətin evidir. O birisi də şeyin qardaşı Məhəmməd Əlinin evidir. Bax, 100% Məhəmməd Əlinin evidir. O da zərbətçinin evi olacaq, nə görə? O pavortu dönəndə zərbətçinin evi var idi. Zərbəçiyə girə qalxanda. Qonşuydu. Ay sonra həmin evi. Aşağı Əskipara Qazağın qərbində, Coğaz çayının sol sahilində, Qazancı dağının ətəyində yerləşir.
Strateji yüksəkliklər və nəqliyyat yolları ilə əlaqəsi bu kəndin əhəmiyyətini artırır. Bu məkanın adı belə onun coğrafiyası ilə bağlıdır. Əskipara, yəni köhnə kənd. Aşağı Əskipara isə bu yaşayış məntəqəsinin daha aşağıda yerləşən hissəsini bildirir. 1992-ci il 14 iyun Aşağı Əskipara Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2024-cü ildə Azərbaycana təhvil verildi. ...1992 ilin iyun ayında 12'sinde Ermeniler bak gördüğünüz bu dağlar taraftan topla, tüfekle kende hücuma geçtiler. Bak gördüğünüz bu aşağı hisseleri kende giren yönü yandırdılar. Sonra o kalan hissesini söküp apardılar. Bunların kalan hissesini söküp apardılar. Ondan sonra geliş geliş olmadı. O vaxtda bizdə silah az idi. Kömək az idi. Kəndi necə müdafiə eləyirdi? Kəndin adamları Qazax polis şöbəsinin işçiləri də gəlirdi. Kətlərdən də kömək gəlirdi, ancaq silah az idi. Onlarda olan tanklar, kamyonlar. Aşağı Əskipara hələ də işğalda olan Yuxarı Əskiparadan ayrılan kənddir. Yuxarı Əskipara sakinləri işğaldan əvvəl Ermənistanın eksklavında, yəni erməni, amma tarixi Azərbaycan kəndlərinin əhatəsində yaşayıblar. Bu iki kəndi biri-birindən ayıran isə Voskepar adlandırılan, amma əsl adı Sarxan olan indiki erməni kəndidir. Vodkepardan işğaldan əvvəl ermənilər Yuxarı Əskiparaya işləmək üçün gedirlərmiş. 1922-ci ildən Vodkeparın ermənilərə verilməsi ilə Yuxarı Əskipara eksklava düşdü və bugün də işğal altındadır. Strateji baxımdan çox mühüm mövqedədir. Həm Qazaxa, həm də Ermənistanın Noyemberyan rayonuna nəzarət imkanını verir. Yuxarı Əskiparadan sonra Qazaxın Sofulu və Bərxudarlı kəndləri də eksklava çevrildi. Əslində bu iki kənd arasında böyük ərazi yoxdur. Sovet hökuməti meşə zolağının qanunsuz olaraq ermənilərə verməsindən sonra bu iki kəndlə əlaqə kəsilib və onlar da eksklava düşüb. Bu kəndlərin eksklava düşməsi gələcəkdəki işğal planının bir parçası idi, elə də oldu. Eksklava düşən kəndlər bugün də işğal altındadır. İndi nə işlər keçirirsiniz? Bax, İndi... buradan çıxdığınız düz evin yanındasınız, düzdür. Nə deyim? Ev dağılıb amma... Nə deyim? Görürsünüz. Özgür. Başka ne danışabilirim? O her zaman hiç. Ben istiyorum ki burada yaşamışız, burada öləm, atamın nənəm yanına basırlar. Başka hiç izlemirik. Bu kənd Aşağı Əskipara kəndidir və bu yol isə erməni kəndi Voskepara aparan yoldur. Bu yoldan keçərək o vaxt Azərbaycanlılar Yuxarı Əskipara kəndinə gedirdilər. Yəni ortada Voskepar adlı erməni bir kəndi var idi. Nəticə etibarilə Aşağı Əskiparanı da, Yuxarı Əskiparanı da onlar özünküləşdirməyə çalışırdılar. İşğal etmişdilər və erməniləşdirməyə çalışdıkları tək torpaqlar və yaxud da elə bax bu dağılmış Azərbaycanlıların evləri deyildi, həm də tarixi abidələri onlar saxtalaşdırmağa çalışırdılar və o faktlardan biri Alban kilsəsi, Alban Həvvari kilsəsi və yaxud da Albaniya Katolikosu adlanan bax bu kilsə. Təxmin edilir ki, eramızdan əvvəl 3-cü minilliyi əhatə edir bu kilsə və Albaniya dövləti ilə eyni vaxtda yaranmasının sübutudur bax bu kəndin. Amma nə təsadüf ki, ermənilər bu kilsəni də erməniləşdirməyə çalışıblar və üzərinə erməni dilində müəyyən sözlər yazıblar, xaçlar əlavə olunub və s. Nəticə etibarilə Alban kilsəsini erməni kilsəsi kimi və tarixi fakt kimi həm saxtalaşdırıblar, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırıblar bu faktları, saxta faktları. Bura isə Xeyrimlidir. 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən, viran qalan Xeyrimli.
Xeyrımlı, Qazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşən kənddir. Kənd təsərrüfatı baxımından məhsuldar torpaqlara sahibdir. Ermənistanla sərhəddə tam nəzarətli mövqedə yerləşdiyindən sərhəd təhlükəsizliyi üçün açar nöqtədir. Tarix boyu Dil Xeyrımlı, bəzən isə Deli Xeyrımlı adı ilə tanınıb. Bəziləri deyir ki, bu adlar Deli və Xeyirli adlı iki qədim tayfanın birləşməsindən yaranıb. Sonradan zamanla sadələşərək Xeyrımlıya çevrilib. Bu kəndin coğrafi yeri də adını doğruldur. Gəncə Qazax düzənliyinin qucağında, açıq səma altında yerləşən bir yurt yeri 2024-cü ildə Azərbaycana təhvil verilib. Gündüzlər də atışma olurdu, gecələr də. Ən çox gecələr olurdu. Eşidirdin ki, evin biri yandı, orada yuxarıdan girib yandırırdılar və yandırıcı güllələr atırdılar, ən çox oradan yandırırdılar. Onlar orada dururdu, o yüksəklikdə dururdular. Biz isə burada. Bir dəfə də yaxşı yadımdadır ki, günüz atışma düşdü, möhkəm atışma düşdü. Oradan və o tərəfdən atdılar. Buradan da malqaranı, qoyunu, quzunu qatdılar qabaqlarına. Qaça-qaça, hətta güllələnə hadə beləncə. Çətin bir vəziyyətlə. Qazaxın işğaldan azad olunan 4 kəndindən biridir bura, Xeyrimli kəndi. O vaxt 44 ailə yaşayırdı. 1992-ci ilin 8 mart tarixindən düz 12 mart tarixinə qədər o 44 ailənin burada başına olmazın oyunları açıldı. Elə yaxınlıqda yerləşən ermənilərin Kirans kəndindən bura hücumlar olurdu. Həm də hava hücumları nəticəsində evlər yandırılırdı. Hazırda bax göstərəcəm ki, demək olar ki, burada evlərin mövcud olması haqqında heç bir sübut fakt yoxdur. Sadəcə olaraq daşlar qalıb. Hətta o daşları belə daşıyıblar, özləri belə yaşamayıblar. Buldozerlə olan məlumatlara əsasən buranı tamamilə məhv ediblər və taxıl əkiblər işğalda olan dönəmdə. Amma Xeyrimli kəndi də işğaldan azaddır bugün və burada da Azərbaycan bayrağı dalğalanır və faktla, təsdiqlə Azərbaycan ərazisi olmasını elə işğal edən ermənilərin özləri də etiraf edir. Yolumuzun növbəti dayanacağı Qızıl Hacılıdır. Elə gözəl mənzərəyə, təbiətə və havaya sahibdir ki, bu kənd. İrəlilədikcə niyə işğal üçün bu ərazilərin seçilməsini dərk edirdim. Dağların ətəyindən düzənliyə, düzənlikdən isə sərhədə doğru irəlilədikcə sanki keçmişin izləri daha da dərinləşir. Hər kəndin öz sükutu, öz danışan divarları, öz xatirəsi var. Qızıl Hacılı o kəndlərdən biridir ki, tarixdə adını ağrı ilə yazdırıb. Qızıl Hacılı Qazaxın qərb sərhədində yüksəklikdə yerləşən kənddir. Ərazi relyefi müdafiə baxımından üstünlük verir. Adı tarixin sənədlərində də çəkilir və sərhədin geopolitik simvollarındandır. Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2024-cü ildə Azərbaycana təhvil verildi. Burada satılmış deyilən adı nədir? Burada yüksəklik var. O satılmışın yüksəklikdən ən çox bizdə Qızıl Hacılı kəndində itki orada verilibdir. Həmin yüksəklikdən rayonun digər özünü və digər kəndləri vurmaq imkanı var idi. Həmin o yüksəkliyin alınmasında bizim cəmaatın, yəni Qızıl Hacılıdan və digər rayonun əməkdaşlarından, hərbiçilərindən çoxlu tələf olanlar oldu. Onlara da Allah rəhmət eləsin deyirik. Bir günləri onların ruhu şaddır ki, biz həmin torpaqda, bax indi Qızıl Hacılı kəndinin torpağında biz durmuşuq. Artıq buradan intervyu veririk. Biz sizə də minnətdarlıq edirik. Yaşayacaqsınız burada? Əlbəttə ki, biz hökmən qayıdacağıq. Burada demirəm, 40 ölü cəmaat deyir də, bizə 40 ölü Qızıl Hacılı deyirlər. Hamına kimdən soruşsan, hamı deyir ki, biz qayıdacağıq və burada yaşayacağıq.
Bu torpaqlar sükuta bürünmüşdü. İllərlə danışmayan evlər, yolunu unudan yollar, yalnızlığa bükülmüş sərhədlər. İndi bu sükut danışır. Bağanis ayrım nəfəs alır. Aşağı əskipara gözlərini açır. Xeyrimli dirçəlir. Qızıl Hacılı ayağa qalxır. Biz qayıtdıq, biz buradayıq. Amma bu son deyil. Hekayənin son cümləsi yazılmayıb hələ. Qalan 3 kənd də bizi gözləyir. Onlar da bu qayıdışın səsini eşidib axı. Onlar da bilir. Zaman gəlir. Biz bir xatirəni tamamlamırıq. Biz tarixi düzəldirik. Və tarix heç vaxt yarımçıq qalmaz.